Gözəldir. Az anasını oxşayıb. Nə oxşamış ha? Bax. Ne olub mənə? Ne olsun 5 qarın doğmuşam? Hay? Amma Leyla'ya baxmısan? Maşallah dinən. O kino var Leyla. Ne olub az mənə? Leyla var o qara saçlı var Nur. O hələ mama Nura oxşadıram. O kimdir? Nura oynamışdı. Qəşəngdir heç olmasa. Öz yaşı üçün yaxşıdır. Kaftar özü. Kimdir az o? Nur yoxdur, belə oynayırdı qarnımurla. Kimdir o? Nur. Deyə baxım görüm kimdir. Erkek göstərir. Göstər baxım. Görək. Vay vay Nur nədir? Deyən. Qızışdırma məni. Durmayaq. Az bax. Ne olub az mənə? Hı? Maşallah maşallah. Bu. Az mən Nura oxşayıram. Oxşamaya xarakteri. Xarakteri. Xarakteri, o xarakteri də mənim xarakterimdir. O hələ o kişi deyə qalıb. O da kişi deyir. Biraz. Kişi. Baxmamısan o kinoya? Baxmıram mən. Kişi. Aha. Kişisiz biz kadınlar heç bir şey. O da hələ onu dedi. Zu. Düzdür, bəli. Biz kadınlar. Kişisiz sıfırıq. Kişilər də kadınlarsız sıfırdır. Allah bizi bir kadın bir kişi yaradıb. Yani biz bir-birinə uyğunlaşmalıyıq. Qazan qapaq söhbəti. Bir-birimizi tamamlayan bizim yarı tərəfimizdir. İstəyir evli ol, istəyir sevgili ol, fərqi yoxdur. Kişi qadına yaraşar, qadın kişiyə yaraşar. Belə olmalıdır da, kişi kişinin yanına yaraşmayacaq ki. Belki daha qəşəng olub, hələ bilim. Nə demək istəyirsən indi sən? Buradan fıtıda ne var ya? Ya burnum bağlıdır. Qaşlara bax ay maşallah. Ne güzel saçları var. Anası da anası. Yox, çox sağ. Ne? Sən günü bugün də belə saçların varsa anova təşəkkür eləməlisən. Onları mən qoymuram hələ bir kesməyə. Uclarından biraz götürürəm. Biraz böyük lap dua eləyəcəksən ana ki, ay Allah sənə rəhmət eləsin ki, sən saçlarımı qoymamısan kesim. Uzun qalacaq saçım birazdan. Həri, sən mənim kırşamın altında yaşadığı sürəcə mənim qanunlarım keçərlidir. Onu demirəm. Biləsən. Onu demirəm. İstəyir 30 yaşına gəl, istəyir 25 yaşına gəl. İlgilənmir. Ananın evində keçərdiyin sürəcə hər nəfəs mənim qayda qanunumdur. Haçan gedərsən yad evinə, onda danışarım. Mama, səncə mən böyüyəndə necə görünəcəm? Çox dəyişəcəm. Anova oxşayacaqsan. Deyə. Yox, çox Bax. istəmirəm. Dur minnətin olsun az, oğruş köpək olmasın. Mesela Anovun biraz daha qəşən versiyası olacaqsan. Çünkü sen metis qızsan. Sənin qarışığın var, atonun qanından da var biraz. Ona görə sənin suyun biraz daha deyir, metis qızları deyir daha qəşəng olur da, fərqli olur. Məncə o plusun sənin olacaq. Atama demişdim, vaxtı ikən gel bir dənə Rusun yanına. Ne bileyim eş. Nə bilim, elə deyirlər. Deyirlər metis uşaqları qəşəng olur. Bilmirəm valla. Elə deyirlər hə qızlar. Bir su. Nə bilim, elə deyirlər. Necə metis sözdə olmalıdır? Aziya bölgə və Avropa bölgə ilə qarışanda qəşəng olur. Elə deyirlər. Aziya ilə, məsəl üçün, Aziya tərəfləri yox. Aziya ilə Avropa qarışanda. Allah bəxtəvər. Amin, amin, amin. Allah buradan da 10 min içində bütün balaları bəxtəvər eləsin. Məni sevən, sevməyən fərqi yoxdur. Bəxtəvər eləsin, içində də mənim balalarım. Amin. Amin.